Bitkilər, ağaclar, kollar, güllər və otlar bitkilərdir. Bitkilərin kök, gövdə, yarpaq, saplaq, çiçək kimi hissələri var. Bütün bitkilərin kökü torpağın altındadır. Kök, gövdə, budaqlar, yarpaqlar, çiçək, meyvə ağacın hissələridir. Ağaclar yarpaqlarının quruluşuna görə iki cür olur. Enli yarpaqlı ağaclar və iynə yarpaqlı ağaclar. Enli yarpaqlı ağacların yarpaqları payız fəsli gələndə rəngini dəyişir və tökülür. Qışda isə bu ağaclar çılpaq olur. İynə yarpaqlı ağaclar isə həmişəyaşıl ağaclardır. Yarpaqları saralmır və tökülmür. Enli yarpaqlı ağaclar palıd, cökə, ağcaqayın, çinar, söyüd, qovaq və s. İynə yarpaqlı ağaclar şam, küknar və s. Kollar ağaclardan fərqli olaraq daha qısadır. Ağacın bir, kolun isə bir neçə gövdəsi olur. Ağaclarda meyvə, kollarda isə giləmeyvə yetişir. Lakin bütün ağaclarda və kollarda meyvə yetişmir. Bitkilər təbiətin ən vacib hissələridir. Nəfəs aldığımız havanı, oksigeni bizim üçün bitkilər təmin edir və havanı təmizləyir. Ona görə də ağacları, bitkiləri, meşələri sevməli, qorumalı, bitkiləri çoxaltmalıyıq. Bitkilərin yaşaması və inkişaf etməsi üçün torpaq, su, günəş şüaları mütləqdir. Videoların davamlı olması üçün kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Diqqətiniz üçün öncədən təşəkkürlər.